Depressiya sadəcə keyfsizlik və yaxud da tənbəllik demək deyil. Depressiya əslində beyində kimyəvi balansın pozulması ilə gedən ciddi psixoloji pozuntudur. Hətta bəzən adi işlər belə bizə, əgər depressiyadayıqsa, çox çətin gəlir. Hətta deyərdim ki, bəzilərimiz hal-hazırda depressiyadayıq, sadəcə bunun depressiya olduğunu, depressiyanın əlamətləri olduğunu başa düşmürük. Bunu necə bilə bilərik? Bir özümüzə baxaq. Uzun bir müddətdir ancaq rutin işlərimizi görürük. İşdən evə, evdən işə, başqa tədbirlərə, dost yığıncaqlarına getmirik, getmək istəmirik, marağımız yoxdur. Hobbilərimiz itib, köhnə hobbilərimizin heç birini edə bilmirik, kitab oxuya bilmirik, əyləncələrə gedə bilmirik, özümüz üçün maraqlı heç bir şey edə bilmiriksə, davamlı olaraq yalnız rutinlərimizi edirik və hətta bizə icazə versələr onları da etməriksə, biz artıq depressiyadayıq. Depressiya müalicə oluna bilən bir prosesdir. Öncəliklə görməliyik, yəni əlamətlərimizin olduğunu başa düşməliyik, qəbul etməliyik və yardım istəməliyik. Nəyə görə? Yardım istəmək güc əlamətidir, dostlar. Bəzən el arasında, insanlar arasında belə bir düşüncə var ki, biz depressiya ilə bacararıq və yaxud biri gəlir bizə deyir ki, bacararsan, sən güclüsən, bu nədir ki, sən bununla mübarizə apara bilmirsən? Qətiyyən belə deyil. Bu sözlər həmin insana motivasiya olmur. Əksinə, bacarmadığını gördükcə daha da düşür. Ona görə də ətrafımızdakı bir insanda bu əlamətləri görürüksə, ona mütəxəssisə müraciət etməyini bildirməliyik və yardım istəmək bir güc əlamətidir. Gəlin bir-birimizə qarşı həssas olaq. Çünki depressiyanın ağır bir etabı artıq intiharla sonlanır, intiharla nəticələnir. Bəzən bir kəlmə, bəzən yaxınlarımıza bir qucaq, bəzən də dinləyən bir qulaq bir insanın həyatını xilas eləyir.